Məsləhətdir də, Allah özü bilən məsləhət. Tima təzə mövzuat deyir. Deyir təzə mövzuat. Xəstəlikdən yox. Yəni təzə mövzu. Təzə mövzu, bax, evdir. Evdən bugün getdik, baxdıq. Təzə mövzu ev? Hə, təzə mövzu ev. Getdik, baxdıq, qəşəng geniş məhəlləsi var. Yəni, biraz əl gəzdirmək lazımdır. Biraz düzəltmək lazımdır, şərait düzəltmək lazımdır. Qəşəng evdir. Təzə tikilidir. Təzə tikilidir, qəşəng. Evində qabağı elə çardaq kimidir. Yəni, gün düşməyəcək, çölə çıxanda. Bərdədədir, hə. Bazara yaxındır, bazarın yaxınıdır. Bazarın elə demək olar ki, yaxınıdır. Xeyirli olsun, inşallah xeyrini görsün. O 4 tüfər arasından çıxdı, elə bir günə ki, türmədən çıxdı. Qəşək. Məhləsini əksin, pişsin, ağaçların paretkiyə salsın. Yaz qabağı mən də gedərəm, qəşək göğüyə təkərik. Palm ağacı, nələrlə? Palm ağacı da var. İncil ağacı, qoz ağacı. Dekorun ağaçlar, palmalar. Çardağın altına qəşək o asma güllər var bizdə. Ondan alıb qəşək asarsan, gün vurası bir şey. Nələr əkiblər, nələr? Oran da inşallah şey eləyəcək, onun adına cənnət eləyəcək inşallah. O tərəflər yenə tərlədi. Oran da eləyəcək. Gözümüz cənnət görəcək. Hə, sənəti var. Kupçadır da, kupça oldu. Çıxarış. Çıxarış, torpağın çıxarışı. Bərdədən aldıq da Türkmandan. Türkmandan əmskili oğullardan. Bazarın el arxasıdır da. Xərci çoxdur da, biraz yüngülvarı almışıq amma yəni xərci çoxdur. Tikinti işləri var. İkicə otaqda amma məhəlləsi qəşək super. Evin üstünə qəşək paket vurublar. Evin özü də pis deyil ev. Qəşəkdir, evin içi də qəşəkdir. Prosto biraz əl gəzdirmək lazımdır. Bilirsən, cəmaat bizim kimi yaşamır da, təmiz, əl gəzdirə, hər yer düzəməlli qalar. İnsanlar remont elədiyi yeri dağıdırlar, oran bilmirəm də. Bir də odun peçi yandırmışlar onlar. Niyə ki? Görmədin, hismis idi elə. Orada barıda yağ ləkələr var idi, şeydi. Peki də şey döküz. Orada pişirilmiş, hə. Yoxum, işte imkanları ona çatıb yəqin ki. Timanı göstərim deyə, hə, Tima. Görmüşsün yəni. Bir marşrutluq yolda da, hə. Taksi 1 manat 50 qəpilik yoldur, marşrut 50 qəpilik yoldur, belə. Pəncərə yoldadır, nə olacaq? İndi anam bilmə pəncərəsi. Bizim də pəncərəmiz yoladır. Bərdədə evləri elə tikirlər. Bir dənə mənə maraqlı qaldı ki, qonşunun kamerası düz qapını çəkir. Niyə? Evi hündürdü, kameranı düz qoyub mənim qapıma. Deyərsən onu şey deyər də, öz qapısına qoyar. Sən onsuz da qoyarsan da kamera. Mən qoyacağım, prosto o niyə elə qoyub? Əvvəldən orada yaşayanlar niyə o kameranı oraya qoyub, orası da var. O, bəlkə də heç bilmir ki, kamera oranı çəkir. İnşallah, inşallah. Yaxşı qonşu ilə valla kim dava eləyər ki? Hə, burada da qonşum var da. Mən deyəcəm kameranın zəhmət olmasa çək o tərəfə. Çəkməsə mən dava eləyəcəm da. Sağım da var, solum da var. Neçə ildir də burada böyükdür. Niyə qonşu ilə dava eləmir? Çünki qonşu ilişmir. Ki, deyəsən ki, bunu eləyir, mənə ilişir. Yox. Mən ilişən adam deyirəm, mənə ilişir.
Nazlı xala, balalarına rahat ol. Hüseyin çox sağ ol. Allah köməyində dursun. Ay Hüseyin kimsənsə, yəqin tanıyan adamdır. Nətər olduğum ili-bili halsızam. Təzyiqim çox düşmüşdü aşağı. Dünən axşam düşən dedi 110'du aşağı təzyiqim. İndi də 60-70'e yemişdi. İnşallah bir qəpikli iş həyatında bizə top atın. Top koymuşum da. Evimin indi şey eləyəcəm də, videosunu çəkib koyacağım. Biraz bir damcılı izləyəm. Nəyə? Çəkib koyacağım ev TikTok'a. İndi burada düzəldib koyandan sonra mübarək. Hədə belə vəziyyətini. Bu vəziyyətlərə cındır günündə koyacağım. Deyəcəklər, nə gündə, indi canlasan kim deyəcəklər, nə gündədir, nə gündədir. Yazacaqlar altından ki, Tima Buran cənnət eləyəcək. Çox sağ ol. Melisa çox sağ ol. Ağdamlı, hə. Salam, salam. Çox sağ olun, Allah hamına kömək, hamıya qismət olsun, o evdən, o məhlədən. Allah, mən həmişə əvvəl bir gündən dedim ki, o torpaq olsun. O torpaqda villa düzəldəcək, cənnət eləyəcək. Onu qəşəng ağaclar əkəcək, hər şərait quracaq orada. Yəni eləyəndir də. Elədir. Hə də, yəni indi də tutarıq. Düzəl şəraitin otur. Əssalam. Allah şəfa versin. Çox sağ olun. Qara ürəkdiyimə. Hə, inşallah. Əziyyət çəkməyə uşaq vaxtından elə əziyyət çəkir. Əziyyətə qatlanıb, işləyib, körpə vaxtından. Valla elə ailələrdə elə kişilər var ki, bir dənə mismarı dağılan yerə, uçulan yerə vurmur. Elə bilirsən ki, heç bu evdə kişi xeylağı yoxdur. Elə bilirsiniz ki, hər evdə kişi var. Hər şey eləyir, yox. Klubdakı nədir? Ana, yeyirsən? Nə? Bunu nə yemək? Ha? Kartof qızartmışam. Hə. Kimə mənim sözümə baxır, amma bu evlərdə tələsidir Bakıya getməyə, ev almağa, amma indi bir yerinə düşür. Burada evimdir, orada evimdir, mənim üçün fərqi yoxdur. Hər şey öz qaydasında gedirdi. Bax,